Yeni bir vlogdan herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Bugün bir günümü bölüşeceğim sizlerle. Gün içerisinde ne işler görmüşəm bu videoda görmüş olacaksınız. Həmçinin Yumiko və Trendyoldan bağlamalarım gəlib, onları bir yerdə açacağıq. Eyni zamanda videonun sonunda sizə dırnaq üçün istifadə etdiyim ləvazimatları göstərəcəm. Düzünü desəm yeni başlamışam və nəyin yaxşı, nəyin yaxşı ya da pis olduğunu bilmirəm. Amma əgər professionallar izləyirsə bu videonu, fikirlərini bildirərlər mənim üçün. Dırnaq necə yaxşı düzəldə bilərəm, tövsiyələri almaq istəyərəm. Gün ərzində işim çox olur və axşam dəhşət dərəcədə yorğun oluram. Amma evə gedən kimi paketləri açdım və video çəkdim ki, bu vlogu hazır edim. Burada gün içərisində yediyim şokoladları və abur-cuburları göstərirəm. Hər birinizə xoş izləmələr dostlar. Sizdən xahişim olacaq ki, videonu bəyənin, kanala abunə olun. Sizin dəstəyinizə ehtiyacım var kanalımın böyüməsi üçün. Burada proyekt işləyirəm. Bankın daxili layihəsi var, onun üzərində işləyirəm hazırda və sənədlərin imzalanması ilə bağlı bir proyektdir. Tam işlə məşğul oluram. İndi isə dostlar, gəlin Yumiko'dan aldığım məhsulları bir yerdə açaq. Birinci dəfə idi ki, Yumiko'dan onlayn alış-veriş eləyirdim. Ona görə maraqlı idi ki, çatdırılma sürəti necə olacaq. Məhsullar çox sürətli gəldi və keyfiyyəti necə olacaq, onu da istifadə etdikdən sonra mən biləcəm. Cəmi 3 məhsul sifariş vermişəm. Bunları öncədən açmışam ki, videoda çox vaxt getməsin. Birinci məhsulum Chiste Linia'nın bu şəkildə göstərim. Chiste Linia'nın bu nəmləndirici kremləridir. Mən həmişə makyajı etmədən öncə baza üçün bu kremlərdən istifadə edirəm. Çünki bu kremlər həm yağlı deyil, həm də daha freshdir, daha yüngül kremlərdir. Belə ifadə edim fikrimi. Gün ərzində üzü narahat etmir. Keyfiyyətlidir. Chiste Linia'nın bütün məhsulları yaxşıdır demək olar ki, amma bu nəmləndirici kremi mən daha çox bəyənirəm. Ondan sonra ikinci məhsulum tonal kremdir. Mağaza olaraq bu mağazadan aldım, amma bilmədim ki, yəni keyfiyyət necə olacaq. Çünki qiymətdə ciddi şəkildə fərq var idi. Normalda mən tonal krem olaraq L'Oreal Paris'in ya True Match ya da Infallible istifadə edirəm və rəng olaraq da Natural Beige istifadə edirəm. Daha doğrusu True Beige deyəsən gedir və bu kremin də nömrəsi 130 olmalıdır. 130'dur. Normalda mən bu kremi daha baha alırdım Ador'dan və yaxud da Trendyoldan sifariş eləyəndə. Amma ki burada biraz daha münasib idi. Hətta qiymətini də deyə bilərəm sizə ki 14 manat 90 qəpik endirimli qiyməti idi. Təqribən yarıdan çox fərq var. Ona görə keyfiyyətini biraz mənə maraqlıdır və bağlaması, yəni biraz qablaşdırılması fərqlidir. Ona görə maraqlıdır ki, keyfiyyəti necə olacaq. Bayaq göstərdiyim kremlərin isə biri 3 manat civarında olmalıdır. Bir də mən bu son zamanlarda dırnaq düzəltməyə həvəs salmışam. Ona görə özümə yenə bir lak aldım Luna'dan. Luna'nın məhsulları necədir mən bilmirəm. Gelini heç tərifləmirlər. Yəni izləyirəm TikTokda falan dırnaq ustalarını heç tərifləmirlər. Amma yenə də sifariş verdim. Cəmi 2 manata aldım bunu. Rəngi superdir, möhtəşəmdir. Belə göstərim. Rəngi neon
çəhrayı rəngdədir. İndi bu dəfə dırnağımı bu rəngdə eləyəcəm və sizə də göstərərəm videoda. Bu da mənim Yumiko'dan aldığım məhsullar idi. Bundan sonra isə Trendyoldan aldığım məhsulları sizə göstərəcəm. Sonra isə dırnaq üçün aldığım ləvazimatları deyim, onları da göstərəcəm bu videoda. Belə dostlar, sizdən xahişim odur ki, videonu bəyənin, kanala abunə olun. Kanalımın böyüməsini istəyirəm, çünki bu kanalda çəkmək istədiyim çoxlu videolar var. Düzdür, videolarım hər cür video var. Kitablardan danışıram, gəzinti videoları çəkirəm, amma əsas lifestyle kimi görə bilərsiniz. Yəni mən özüm nə izləməyi sevirəmsə, o tərz videoları da çəkməyə çalışıram. Düşünürəm ki, həyat tərzimi ifadə etmək üçün hər gündə videoları çəkmək maraqlı olar. Həm söhbət videoları görə bilərsiniz kanalda, həm öyrədici videolar görə bilərsiniz, motivasiya edici, həm də eyni zamanda kitabları oxumağı çox sevdiyim üçün, məsələn, indi başlamışam Jack London Martin Eden kitabını oxumağa, Martin Eden'i oxumağa başlamışam və kitablar barədə də videolar mütləq ki gələcək, qarışıq şəkildə hər həftə bir mövzuda video mən çəkəcəm mütləq şəkildə, amma arada da bu formada vloqlar çəkirəm ki, siz mənim gündəlik nə işlərlə məşğul olduğumu da görəsiniz. Deməli dostlar, Trendyoldan 2 dənə bağlamam gəlib. Bu videoda sizə bunları da göstərəcəm. Paltar sifariş vermişdim. İlk öncə buradan başlayım. Bunlar bluz olmalıdır. Koftalar olmalıdır. Aha, bunun içərisində 2 dənə olmalıdır. Əslində bu köynəkləri sifariş verəndə bayram ərəfəsi idi. Hamısını qollu sifariş vermişəm. Belə göstərim. Çox nazikdirlər amma. Belə. İndi kostyumun altından geyinmək üçün. Sonra bir dənəsi də bu rəngdədir. Belə göstərim. Bunlar standart ölçüdədir. Bu qara rəngdə bir dənə boğazlı bir bluz olmalıdır. Eynisindən məndə başqa rəngləri var. Qara rəngində sifariş vermişdim. Bu köynəklərin materialları çox qəşəngdir. Ona görə yenidən bir dənəsində sifariş verdim. Amma bunun forması biraz fərqlidir. Biraz boğazı daha yüksəkdir. Bir neçə gün geyinilə bilər. Yəni havalar istiləşəndən sonra çətin geyinilsin. Belədir. Bir dənəsi də yerə atım. Bir dənəsi də belə bir köynəkdir. Mavi rəngdə. Bunun rəngini çox bəyəndim. Bu çox gözəldir. Belə bir köynəkdir. Materialı da çox qəşəngdir. Çox nazik deyil, amma çox da qalın da deyil. Yəni əsl indiki sezon üçündür. Yazda geyməyə uyğundur belə. Sonra bunun içərisində şalvar olmalıdır. Olmalıdır, yox, şalvardır, yəni bilirəm. Temu'dan çoxlu sifarişlər vermişəm. İnşallah ki, Temu üçün ayrıca bir video çəkəcəm. Ümid edirəm ki, razmer uyğun gələcək. Çünki mən həmişə şalvar sifariş verəndə tərəddüd edirdim ki, razmerə uyğun gələr, yoxsa yox. Ev doldu cins şalvarla, amma yenə də sifariş vermişəm. Heç birinin razmerləri də bəziləri balaca olur, bəziləri böyük olur. Belədir, materialı çox qəşəngdir. Ayağı da bu şəkildə geniş bir ayaqları var. Bütün şəkildə belə göstərə bilmirəm, əslində şalvardır da, yəni. Hamısı da 38 bədənli geyimlərin. Bu məncə mənə daha rahat olacaqdır. İndi 36 bədənə yavaş-yavaş düşürəm, amma 10 kiloya yaxın çəki vermişəm. Yavaş-yavaş 38 bədənə 36-ya düşürəm.
Amma ki məncə 38 yaxşı olacaqdır. Belə. Hə dostlar, burada görürsüz mənim dırnaq malzəmələrimi. Artıq yavaş-yavaş öz dırnaqlarımı özüm düzəltməyə başlamışam. Bunu istəyirdim, həm xoşuma gəlirdi, həm də istədiyim vaxt özüm dəyişdirə bilərəm. Hər şey mənimdir, gigiyenikdir. Bu mənim daha çox xoşuma gəlir. Ona görə bəzi məhsullar aldım özüm üçün. Bilmirəm yaxşısından almışam ya pisindən almışam, amma ki hamısı yəni normal büdcəli məhsullardır və aparatları da ən ucuzunu seçməmişəm. Yəni normal büdcədə olanlarını seçmişəm. Azərbaycandan bilmirəm, indi baxdım ki Temuda daha ucuzdur. Bu belə bir qurudan almışam Sanın. Çox yaxşı mənim işimi görür. Bir neçə dəfə artıq düzəltmişəm. Öz dırnaqlarımı birinci dəfə düzəltdim, amma anamın dırnaqlarını düzəltmişəm bir neçə dəfə artıq. Sonra belə bir drel sifariş vermək deyəndə buradan aldım, şəhərdən almışam. Belə bir drel almışam. Və bunun ucluqları üçün başqa-başqa ucluqlar aldım. Yəni özünün üzərində gələnlər bizim işimizi görməyəcək. Mənə elə dedilər. Bunları keçirim bu tərəfə, sizə başqa şeylər də göstərim. Daha sonra bunlar heç qayçıdır. Sonra bu dəqiq bilmirəm hansı momentdə bunu istifadə edirlər, amma spirtlə siləndə bundan istifadə edirəm. Üstündə biraz yəni tükləri qalır dırnaq üzərində. Sonra belə bir şeylər almışam. Sonra bunu almışam. Belə bir şeydir təmizləmək üçün. Heç istifadə etmirəm onu. Sonra belə bir Türklər portakal çubuqları deyir. Bunlara bizdə nədir bilmirəm. Manikür zamanı istifadə edirəm. Sonra bundan yenə almışam. Sonra belə bir fırça almışam. Əslində geli vuranda bu fırçadan istifadə edirəm. Amma ki elə bil ki işimi yaxşı görmür. Belə göstərim. Ucluğu belədir. Amma sanki biraz daha başqa cür lazımdır. Ucu daha kvadrat olan lazımdır. Onu da Temudan sifariş vermişəm. Çox güman ki gələcək. Sonra bir dənəsində belə bir şey almışam. Gel vuranda kənarlara vurmaq üçün. Gel olaraq mən bu geldən aldım. Amurun gelidir. Amma orada yəni satan dedi ki bu normaldır. Amma ki mən Elisan da gedəndə salonda istifadə eləyirdilər. Sonra başqalarını da görmüşəm, amma onları pisləyirdilər. Bilmirəm bu necədir. Yəni əgər bilən biri varsa fikrini bildirər. Sonra belə laklar almışam. Hələ ki bu qədər rənglərim var. Bu rəngi almışam, sonra bu rəngi almışam. Bunlar da Amordandır və bir dənəsi də başqa markadır. Yenə də rənglər sifariş vermişəm. Onları da bu videonun daxilində göstərəcəm. Yumiko'dan sifarişlərim olacaq. Sonra burada belə bir, bu nədir? Bazadan öncə çəkiləndir. Ondan sonra adlarını da primerdir. Sonra belə bir top var. Bunları bilmirəm də, indi hansı yaxşıdır, hansı pisdir. Birinci dəfədə almışam. Sonra burada belə bir Clio. Bu da baza olmalıdır. Bu şəkildə və ucluqları da bunlardan almışam. Belə göstərim. Belə ucluqlar almışam. Bu şəkildə dırnaqlarımın içərisi elə də şey görmür, amma yəni tərtəmizdir. Ondan sonra başqa bu məhsulları almışam. Bunlarla işimi görürəm hələ ki. Bu rəngləri əslində mən çox sevirəm, amma bunlar yəni gellər deyil də, normal laklardır. Düşünürəm ki bəzi zamanlarda normal laklardan da istifadə edə bilərəm. Amma drilin özünün ucunda gələnlər bu şəkildədir. Yəni bunlardır. Bunları səliqəyə salım. İşdən gəlmişəm, çox yorğunam. Amma yenə gedəcəm. Bəzi layihələr var, onlar üzərində işləyəcəm. Belə. Bundan əlavə burada da mənim başqa laklarım falan var. Bu şəkildə bunlar, yəni bunları götürmüşəm. Yəni hədiyyə eləyiblər mənə istifadə etmədikləri üçün. Belə. Bir də özümə belə bir ştativ almışdım Trendyoldan. Amma demək olar ki mənim işimi heç görmür. Bunu telefon üçün almışdım. Hazırda işığın ştativinə birləşdirmişəm. Bu mənim işimi görmədi. Yəni elə də yaxşı deyil. Belə. Sizə fiksumu da göstərirəm dostlar. Belə bir möhtəşəm bir fiksum var evin içində. Yarpağının gözəlliyini görürsüz. İşıq qoymuşam, bu tərəfdən işıq vurur. Yəni evin içərisində təbii bitkilər
Çox gözəldir, mən çox sevirəm. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm dostlar. Növbəti videolarda inşallah ki görüşərik.